Biz xoşbəxtdik ki, çox sevilməli adam özümüzə imam seçmişik. Özümüz seçməmişik, bizə bunu gətirib Allah hidayət edir. Çox sevilməli adam idi o. O elə bir adam idi ki, Peyğəmbər ona aşiq idi. Aşiq. Aləm Peyğəmbərə görə yaranıb. Hər şey Peyğəmbərə görə yaranıb. Bütün varlıq Peyğəmbərə görə xəlq olunub. Peyğəmbərin nuru ilk nurdur da yer üzündə, varlıq aləmində. Yer üzündə yox. Varlıq aləmində Allah deyir, ilk Peyğəmbər buyurur ki, ilk olaraq Allah mənim nurumu yaratdı. Onun nurundan Əlinin nuru qopdu. Fatimənin nuru qopdu. İmamların nuru qopdu. O ki, onun nurundan Əli əleyhissalam ayrılıb, həmin Peyğəmbərin eşqi yönəlib Əliyə. Çünki onlar hələ o aləmdə bir olublar axı. Ondan ayrılıb. Peyğəmbər zirvədir, ona çatmaq üçün gərək onu sevdiyini sevəsən ki, gedib Peyğəmbərə çatasan. Ona görə deyir ki, Ənə Mədinətül ilm və Əliyyum babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Əlini sev, çünki o Peyğəmbərin sevdiyi.